Anar bəyin 3 də ailəsi olub, 3 ilə də boşanıb. Yaxşı, bu biri pis oldu, ikisi pis oldu, 3'ü də pis oldu bu bəyəm. Nə aidiyyəti var 3 dənə qadınla bu insan Nə boşanıb. aidiyyəti var ki? Ola bilər kimi bu 3'ü də pis olsun. Hansı birin səfalətə sürükləyib? Yox da Hansı birinə səbəb də. dəstək? Yəni, Olsa yaxşı, 4 biri də pis ola bilər, oldu. 5 də ola bilər, 6 da ola bilər. Demək ki, Limit sən qoyma, sizdədir. limit qoyma, mənim yaralı yerimə toxunma, limiti qoy Demək ki, qırağa, səhv limit ondadır. olmaz. Siz vurğulayırsınız ki, qayğı göstərmədiyinə, Limit o Lazım olsa prizmanla, 10 o dəfə də prizmanla evlənərəm. yaşayanlar hal-hazırda Tapmayan bizim kimi, xalqımızda öz çoxdur. xanımı tapmayan kimi 5 dəfə, 10 dəfə də evlənərəm. Kişilər bu prizmanla yaşayanlar Siz çoxdur, öz ona şəxsi görə də fikrinizi nigahın deyin. pozulması statistika yüksək səviyyədə durdu. Qurtarın gəlin. O qədər də dəfələrlə şahidik ki, bütün övladlar tək atasız yaşayır. Bax, belə bir prizmanla Xanımlar yaşayan kişiləri şəxslərə anlamır, görə. kişilər xanımları anlamır. Siz belə düşüncələ Qardaş məni anlayır, yaşayırsınız bilir ya. məni. Ona görə O də bax, sizin belə bir həyatın problemlər sınağıdır. yaşayırıq biz Günlar xanım, həyatın cəmiyyətdə. sınağıdır və mən Problemlər bildiyim siz qədərilə yaşayırsınız, də mən ki, yaşamıram. hər bir ailəsinə çox gözəl də diqqət və qayğı ilə də yanaşır. Amma qaldı o cəmiyyətin müəyyən kütləsi ki, ay anar Röya xanımla gündəmə gəlməsi, ananın ona ehtiyacı yoxdur. Röya xanım bu anarla gündəmə gəlmək istəsə ki, kifayət qədər imkanı var. Röya xanımın bir yerdə sizin övladınız var da. Siz neçə ildir boşanmışsınız? 2015-də. 2015-də neçə dəfə özünüz şəxsi ayrı övladınızla bir zaman ayırıb vaxt keçirmişsiniz? Çoxlu. Mən onu Yəni, saymamışam. Sizin Hər övladınız həftə. sizə qarşı indi necə münasibətdədir? Normal. Zəng vurur sizə, siz də daimi zəng Əlbəttə ki, vurursunuz. görüşürük də hər şey. Əlbəttə ki, bu mənim oğlumdur. Tək o deyil. Mənim birinci də bir dənə də oğlum var. Sonuncu da 3 dənə oğlum Yaxşı, var. Röya xanımın maşallah. xasiyyətiniz uyğun gəlmədi. Digər yoldaşlarınızla nə səbəb oldu boşanmaya? Əgər Bu siz- səbəbləri onu demək istəmirəm, onunla danışmaq istəmirəm o barədə. Hər kəsin öz şəxsi həyatı var və hər kəsin öz günahları da ola bilər. Elə belə heç kim boşanmır. Deməli, hər dəfə iki tərəf ona Qərar verir, orta qərar məxrəcə verir. gəlir. Həm qərar verir, həm günahkar olur hər iki tərəf. Bir tərəf heç vaxt olmur. Mən düşünürəm ki, bəzən bir Mən tərəf... elə adamlardan, mənə mən çox maraqlıdır, olsaydım ki, mənə çox- xanım evlənib atmaq üçün xanım şey deyirəm. Mən ona görə hərəsi ilə 10 il yaşamamışam. Amma indi Nərminlə Deməli, olan nəsə- münasibət, anar üzr istəyirəm, çox üzr istəyirəm. Nərminlə